Endoskopik lor əməliyyatları nədir və onların üstünlükləri nələrdir? Endoskop olmayan dövrlərdə də bu əməliyyatları icra edirdik. Sadəcə olaraq əlimizə endoskop kimi bizim işimizi asanlaşdıran bir cihazımız varsa, biz endoskopla çox rahat müşahidə edərək, vizual görüntümüzü, imkanlarımızı artıraraq və kəllə skeletinə hər hansı bir ekstra defekt yaratmadan bu əməliyyatları icra edə bilirik. Məsələn, biz maksilar sinusda, hər kəsin qaymer olaraq tanıdığı Haymor cibində əməliyyat olaraq edərsək əgər, öncə kəllənin ön hissəsində köpək çuxurunda bir deşik açmaq və cibə olan müdaxiləni xaricdən etməli olurduq. Endoskop əlimizdə varsa, biz burundan birbaşa cibin içinə müdaxilə edə bilərik və endoskopun müəyyən bucaqları ilə çox rahatlıqla, sinusun içində çox rahatlıqla gördüyümüzə görə üstünlüyü əvəz olunmazdır.